Əziz təhsil işçiləri və onların ailə üzvləri və fidan malalarımız, sizin hamınızı bu çox müqəddəs bir ordumuzun bayram günü münasibəti ilə ailəm adından, Masallı təhsil işçiləri adından ürəkdən təbrik edirəm. Müəllim və hörmətli aparıcı xanım müəllimə çox gözəl sözlər danışdı. Mən çox qısa demək istəyirəm. Həqiqətən şəhidlərimizin ruhu şad olsun. Qazilərimiz var olsun. Döyüşçülərimizə eşq olsun. Bu gözəl günü bizə yaşatdıqları üçün. Mənim də nəvəm 44 günlük müharibənin iştirakçısı oldu. Şükürlər olsun Allah'a ki sağ-salamat qayıtdı. Onun qayıtdığı anı bütün əskər anaları bilir. Biz nə keçdirmişik. O hissləri qələmə aldım. Kısaca bir şeir yazmışım. Vaxtda istəyirəm onu deyim sizə. Döyüş yollarını keçib gəlmişsən, nənən qurban olsun sənin boyuna. Qələbə sevincin yaşattın bizə, baban qurban olsun sənin boyuna. Ali Başkomandan verdi əmrini, hər gecə yumruqla sözün deyərdi. Ekranda göreceğin hamı bilərdi, düşməni yamanca salı boyuna. Anan qurban olsun sənin boyuna. Şuşaya, Talaçıra gittiniz, şəhidlərin ruhunu şad ettiniz, düşmənin qəlbini delip keçdiniz. Gəlindi başlayak qardaş toyuna, bacın qurban olsun sənin boyuna. Qarabağa həsrət qalmışdı elim, orada səslənmirdi şikəstən mənim. Ağdama çatmırdı uzanan əlim, heyranam o bayraq takan qoluna, Ramiz qurban olsun sənin boyuna. Sağ olun. Təşəkkür edirəm. Bu günlər bu tədbiri təşkil etdiyiniz üçün sizə və təhsil sahəsi hissəsinə çox təşəkkürümüzü bildiririk. Sağ olun. Çok sağ olun. Çok sağ olun.